bütün bəşəriyyətin, bütün devirlərin ən qlobal problemi gəlin qaynana mövzusu. Filmi belə var. Allah rəhmət eləsin Nəsibə Zeynəlovaya. Gəlin qaynana mövzusu. Deməli, maraqlı burasındadır ki, hər kəs özünü haqlı, qarşıdakını haqsız bilir. Və baxanda da həqiqətən də qaynana haqlıdır belə baxanda, belə baxanda. Amma belə baxmayıb əyağa baxanda görürsən ki, gəlin haqlıdır. İndi gəlin həm əyağı, həm beli yaxşı görmək üçün bir başa çıxaq. Bir başımızı istifadə edək. Bir başdan baxaq məsələyə. Görək ki, qaynana mı haqlıdır, gəlin mi haqlıdır? Çünki həmin o qaynana var, gəlindən narazılıq edən qaynana. Özü vaxtı ilə gəlin olub axı. Rafael Coşkunun konseptində deyir, sən necə gəlin olmuşsansa, sən elə gəlin olasan. İndi yaxın əyləşin. Bu yaxın bir neçə dəqiqə ərzində bugünə qədər bilmədiyiniz üçün zəhmət, əziyyət çəkdiyiniz sirləri sizə bildirmək istəyirəm. Diqqətlə baxın. Bu bizim bağdagüldür. Bu bağdagüldür, bax. Bu bağdagüldür. Bağdagüldür. Ukladkası adı yerində, hər şey qaydasında. Nəysə. İndi bizim bu bağdagül, bütün günü qaçır, tutur, zəhmət çəkir, əziyyət çəkir, zülüm çəkir, ev, iş, uşaq, can qoyur hər şeyə. Amma bu bağdagül, yarımayıbdır. Ər diqqət qayğı göstərmir, sevgi göstərmir. Uşaqlar dayanmadan tələb edir. Bir yandan uşaqlar, mama, nə oldu mənim filan şeyim? Bir ya 2 dənə 100% var. Bir yandan ər öz işində, gücündə, futbolunda, nə bilim, həyat qayğılarında, əziyyətində, zəhmətində. Bir yandan qayğanaq deyir, demək qayğanaq da, qaynana. Elə bütün gün qayğanaqla yola verir də, tez pişir axı. Qaynana bir yandan özünün sosial çevrəsi, rəfiqələri falan. Bu zaten bu bağdagül basınç içindədir. Və buna bir can deyən yoxdur. Başa düşürsünüzmü? Və bu bağdagül bir günahkar axtarır. Əgər bu bağdagül desə ki, məruz qaldığım bütün bu təsirlərin səbəbkarı mənəm, o zaman bunun aurasında özünü suçlayaraq arınma başlayacaq. Aura alanı mənfidən müsbətə keçdiyi zaman bağdagülü qiymətləndirməyən ər bağdagülü qiymətləndirməyə başlayacaq. Bağdagülü yargılayan qaynana ya bağdagülü yargılamayacaq, ya sevəcək və ya elə fikirdə qalsa, yargılama fikrində qalsa. İlahi sistem, mega sistem bu qaynananı bağdagüldən uzaq tutacaq. Məntiqi anladıq mı dostlar? Sosial çevrəsi, iş yoldaşları, kollektivi, uşaqları hamısı bağdagülün xeyrinə işləyəcək. Amma bağdagül hələ də həyat yoldaşını, uşaqları, zamanəni, qızını, oğlunu, qaynanasını susluyur. Susladıqca nə baş verir? Diqqətlə baxın bura indi. Çox maraqlı bir şeydir. Hal-hazırda burada bir səs yazan işə salsaq, rekorder işə salsaq, mən də desəm ki, dostlar, bağdagül nə əkirsə onu bitir. Tıp, sustum. İndi rekorderi geriyə verirəm, bir dəqiqə əvvələ verirəm. Oradan nə işləyəcəksiniz? Mənim az öncə dediyim cümləni. Dostlar, burada bir rekorder olsa, səs yazan olsa, onu biz işə salsaq, reki bassaq, bağdagül nə əkirsə onu bitir. Və dayanmadan o yazılan səs davam edəcək. İndi baxın, bu bağdagülün aura alanıdır. Bağdagül baxır reallığına, qaynana reallığı mənfi, uşaq qayğıları mənfi, ər diqqətsizliyi mənfi. Və bağdagül buna bu yuxarıdan belə bir gözlə baxır, və gözü bərəlir, əsəbləşir. Və əsəbləşən kimi bağdagül baxır, mənfi, bağdagülün aura alanı böyük bir mənfiyə çevrilir və vibrasiyalar yayılır. Mənfi. İndi sizin də mənim də yaxşı tanıdığımız İshak dayı, Yeni Səs İshak dayı, Newton İshak dayı deyir ki, tətil əks təsirə bərabərdir. Bağdagüldən hansı təsir getdi? 2 dənə ağıllı indi orada yazacaq ki, masonlara işarəsi falan filan ora. Bu belə düzəldə ki, mason olmasın, şuston olsun. İndi fikir verin. Bağdagülün gözləri belə deyil. Bağdagülün gözləri bundan gözəldir. Prosta qaynanası ona günə qoyubdur. İndi unutmayın, məsələ qaynana deyil. Məsələ uşaq ailə qayğıları deyil. Məsələ ər qayğıları deyil. Ər diqqətsizliyi deyil.
Ər xəyati deyil. Məsələ sənin baxış bucağındır. Sən nəyə baxırsansa, bax, sənin gözündə ağda var, qara da var. Ağdan var, qaradan var, bağda gül. Elə bilmədin ki, sənin bu xidmətlərin, bu ailənin, bu günlərin əksər ailələrdə ailəni daşıyan qadındır, qadın. Yəni kişiyə qalsa o ailə çoxdan dağılmışdır. Qadın zülüm çəkərək ailəni daşıyır. Qadın təsəvvürlə gələn ki, həm əl qayğısı, həm qaynana, həm qaynata qayğısı çəkir. Elə qadın var ki, bu dəqiqə qaynatasının, qaynanasının altını təmizləyir. Amma o qaynata qaynana ondan narazıdır. Var elə qaynanalar, qaynatalar. Amma indi elə qaynata qaynana var ki, gəlin yola veriləsi deyil, gəlin adam deyil. Zülümdür. Amma o qaynata qaynana o gəlinlə oğlunun arasında bir filtr görəvi oynayır, qoruyur onu. Məsələ fərqlidir, yaxşı və ya pis fərqlidir. Önəmli olan nədir? Mən nəyi bilməyinizi istəyirəm? Bütün qaynanalar və gəlinlər nəyi bilməyinizi istəyirəm? Siz yaranmış mövcud duruma mənfi baxarsınızsa, orada bir gözəllik tapıb, onu tirajlayarsınızsa, o zaman sizdən müsbətlər çıxacaq. Müsbətlər çıxdığı üçün tərsinəki təsir müsbət olacaq. Və ortalama 6 ay, 1 il ərzində mənfiyə baxaraq müsbət anlamlandırsaz, həyat dəyişəcək. Möcüzəvi bir halda həyat dəyişəcək. Amma siz reallıq kimi tirajlasaz, diqqətsizdir, sevmir, anlamır, yola vermir, o reallığı yenə rekordlara basaraq səs yazma eləyəcəksiniz. Yenə o insan eyni. Tutalım ki, Bağdagülün qaynanası köçdü başqa evladının yanına və yaxud başqa yerə getdi, əlaqəsi olmadı. Bağdagülün qaynanası Bağdagülə 100 mənfi verirdisə, həmin 100 mənfini Bağdagülə başqa biri verəcək. Və gələcəkdə Bağdagül əgər gəlin vaxtı qaynanasıyla bağını çözməsə, negativini arındırmasa, idrak eləməsə, ağaçdan yarpaq izinsiz düşmür, sirrini anlamasa, Bağdagül gələcəkdə oğlunu evləndirəcək. İndi də həmin Bağdagül olacaq qaynana Bağdagül. Bax, bugün qaynanası hansı stressdədirsə, onu yaşayacaq və yeni bir karmik insan gələcək həyatına, yəni oğlunun nişanlısı, qaynanasının ona yaşatdığının fərqli formatını o gəlinə yaşayacaq və bu döngü davam edəcək. Çıxmaq üçün düz yola, çala çuxurdan lazımdır insanın əlindən tutan. İndi biz bu bilgilərlə sizin əlinizdən tutmağa çalışırıq ki, Nizami Gəncəvi deyir ki, ey Bağdagül, xoşbaxt olmaq istəyirsənsə, qaynananla uğraşma. Dirilərin, sağların bütün kəşməkeşləri. Həbsi Allaha təslim, Allah görür işləri. Sən ver qəlbini Allaha, xoşbaxt olmaq istəsən. Eşqin özü şahlıqdır, elə bil taxt üstəsən. Əgər həyatınızı dəyişmək istəyirsinizsə, insanları dəyişməyin. Baxış bucağınızı dəyişin, mənfini müsbət edin. O zaman hər şey düzələcək və zəncirlərdən çıxacaqsınız. Unutmayın, siz nəyə layiqsizsə, ona uyğun məişətdə insanlarla, hadisə və olaylarla rastlaşırsınız. Dəyişimin sirri isə sizin öz içinizdədir. Bağışlayıram, yaşadığım hər şeyi haqq edirəm və razılaşıram. Bunu qəlbdən deyərsinizsə, dəyişimi həyatınızda görəcəksiniz. Amma bunu demək istəyəndə içinizdən bir səs deyəcək, nə bir dəqiqə, nə danışırsan sən, nə bağışlayım? Onu bağışlamaq olar. Mənə belə dağ çəkibdir. Tamam, o zaman sən bağışlama, o dağı daha da düşün, tirajla, o dağdan yenə gələcək. Amma bağışlasan gəlməyəcək. Seçim sənindir. Canlılarda görüşərək dostlar. Təşəkkürlər.